Yəqin ki, biraz da davam etsə, yolun yarısı elə bu vəziyyətdə olacaq. Bu kadrlar bir həftə əvvəl yağan yağışdan sonra çəkilib. Ünvan Nəsimi rayonu Xətai prospektidir. Ünvana yağışdan sonraki gündə getdik. Görünən vəziyyət belə idi. Ərazidə ilkin olaraq müşahidələrimiz onu deməyə əsas verir ki, yuxarıdan axıb gələn palçıq qatı, gilli eyni zamanda suda tez həll olunan torpaq sırasına aiddir. Və buradakı yaratdığı vəziyyət isə həm piyadalara, həm də buradan keçən avtomobillər üçün əməlli başlı maneə yaradır. Biz buradan hər gün keçiriksə, hər gün orada belə vaxtlar keçirik. Palçıq olur, yağış yağır, elə bir şəlalədir orada. İnsanların üstünə, maşınların üstünə tökülə bilər o palçıq. Torpaq uçqun ola bilər, heç adam bilmədiyi yerdə uçar, tökülər, maşın üstə uşaq, böyük. 5-ci gün o yağış olanda heç keçmək mümkün deyirdi. Baxsınlar da, hər dəfə uçur, torpaq tökülür, qaytar yığırlar ora, yağış yağanda bir də tökülür. Bəlkə ora beton tökülər, yəni divar hörülə bilərsə, qarşı müəyyən qədər alınır, ya da ki, ağac əkilməlidir ki, o da inanmıram o qədər ağac fayda versin. Gördüyünüz kimi ağaclar var, amma ki, ağac azdır, yəni sayı olaraq azdır. Biraz diqqətlə baxdıqda çat və axan lilin təzyiqindən yarı dağılmış hasar görmək olar. Ekoloq Ənvər Əliyev deyir ki, bu süxurlar vaxtilə Xəzər dənizinin altında olub və zaman-zaman illər keçdikcə üzəri torpaq qatı ilə örtülüb. Kalsium karbonatlı süxurlardır, bunlar ana süxurlardır. Üstündə əmələ gəlmiş, sonradan gətirilmiş yumsaq kütlə, yağış yağan kimi hamısı axıb gəlib aşağı. Əgər intensiv yağışlar davam eləsə, sonradan da bax burada bu hadisələr çox olacaq. Bildiyiniz kimi trotuarın üstündə dayanıqlıq deməli, gediş-gəliş kəsiləcək, insanlara ciddi ziyan veriləcək. Məsələ ilə bağlı Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən deyildi ki, intensiv yağışlar zamanı Təbriz küçəsində yerləşən su təxliyə drenaj sistemləri yağış sularının tam həcmdə təxliyə edə bilmədiyi üçün bəzi hallarda sözügedən ərazidə belə mənzərə müşahidə olunur. Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, ərazidə tullantı və yağış sularının idarə olunmasının yaxşılaşdırılması üçün yeni infrastruktur layihələrinin icrası mərhələli şəkildə davam etdirilir.